Qur'an-ı Kərimin surələrinin arasında ən kiçik surələrdən biri olan və hamımızın əzbər bildiyimiz surə İxlas surəsidir. Yəni, Bismillahirrahmanirrahim, Qul huvallahu ahad, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yəkulləhu kufuvan ahad. Bir surəni belə hələ aram, sakitcə oxumaq bir neçə saniyə çəkir. İxlas surəsi kiçik olmayına baxmayaraq, Allah qatında böyük savablara malik olan bir surədir. Biz də Rəcəb ayında bu surəni oxumaqla çox Allahın bizə vədə verdiyi nemətləri və savabları əldə edə bilərik. Alimlər dua kitablarında Peyğəmbər Əhl-i Beytindən buyururlar ki, hər kəs Rəcəb ayında İxlas surəsini, Qul huvallah surəsini oxuyarsa, ona çox böyük bir fəzilətlər, savablar verər. Peyğəmbərimiz bu barədə belə buyurur. Hər kəs pak niyyətlə, sırf Allaha xatir, təmiz qəlbində Allahı nəzərə alıb pak niyyətlə Rəcəb ayında 1000 dəfə Qul huvallah surəsini oxuyarsa, qiyamət günündə Allahın qiyamət məhkəməsinə günahlardan paklanmış, anadan olanda necə heç bir günahı boynunda yox idi, o halda qiyamətdə Allahın hüzuruna gələr. Və ona 70 mələk onu qarşılayarlar, istiqbal eləyərlər və ona behişt müjdəsini verərlər. Baxın, görün nə qədər savabdır. Bir ay əlimizdədir. Hər gün bir neçəsini oxumaqla, bölməklə biz bir ayda 1000 dəfə bu surəni, 10.000 dəfə bu surəni oxuya bilərik. Əlbəttə, bəzi hədislərdə 100 dəfə də gəlmişdir. Çox asandır. Bir neçə saniyə çəkir. Qul huvallah surəsini 100 dəfə də heç olmasa bu Rəcəb ayında oxuyaq, mənasını biliriksə çox gözəl diqqət edək, Peyğəmbərimizin verdiyi o vədə ki var qiyamətdə pak, günahlara bağışlanmış halda gələk, mələklər bizi qarşılasın, bizə behişt müjdəsi versin.